Salam əziz abituriyentlər. Bugün birinci sınavımızın izahını verirəm. İnşallah hansı ki sualda probleminiz olubdur, o sualın izahına burada baxarsınız, yararlanarsınız. Birinci sual. Çevrəcə bərabər sürətlə hərəkət edən cismin kütləsi 5 kiloqramdır. Kinetik enerjisi 10 jouldur. Periodun yarısına bərabər müddətdə cismin impulsunu hesablayın. Burada bəzən çaşırlar abituriyentlər. İmpuls dəyişməsini hesablayırlar, amma cismin impulsu soruşulur. Kinetik enerjinin düsturu Y bərabərdir. P kvadratı bölə 2m'dir. Buradan P'ni tapsaq eləcək kök altda 2my bərabərdir. 2m5'dir. Y 10'dur. Eləcək kök altda 100 və oradan da kök çıxır 10 impuls olur. Yer səthindən 7 metrlikdən sərbəst düşən cismi yer səthindən 2 metr hündürlüyü olan anda tam enerjinin potensial enerji olan nisbətini tapın. Deməli, tam enerji ümumiyyətlə yer səthindən hansı hündürlükdə olsa belə bərabərdir, çünki sərbəst düşür. Tam enerji olacaqdır, mg vuraq, 7 metr hündürlükdən düşür. Və yer səthindən 2 metr hündürlükdə olan anda potensial enerjisi yerdən olan hündürlükdən hesablanır. Biz bilirik ki, 2 metr hündürlükdə olanda potensial enerjide olur. mg vuraq 2. Bizdən tam enerjinin potensial enerjiyə olan nisbətini soruşur. O da sonda olacaq 7 bölü 2. Yəni 3,5. Y variantı. İkinci sual Y variantı. Yayın uzunluğunu 4 dəfə azaltdıqda yaylı rəqqasın rəqs periodu necə dəyişər? Bəzən uşaqlar burada çaşıb yaylı rəqqasın rəqs periodunun yayın uzunluğundan asılı olmadığını deyirlər. Amma yayın sərtliyi K bərabərdir S-yə bölək L0 olduğundan və onu yaylı rəqqasın rəqs periodunda nəzərə alsaq, K-nın əvəzinə S-yə bölək L0 yazsaq, deməli yaylı rəqqasın rəqs periodu yayın uzunluğundan kök altı asılıdır. 4 dəfə azalıbsa, deməli 2 dəfə azalacaq. Düzgün cavab B variantı. 80 metrlikdən sərbəst düşən, kütləsi 2 kiloqram olan cisim axırıncı saniyədə ağırlıq qüvvəsinin gördüyü iştab. Əvvəlcə 80 metrlikdən cisim neçə saniyə düşür tapırıq, sonra axırıncı saniyəni tapırıq. Amma ən yaxşısı sərbəst düşən cismin hər saniyədə getdiyi yolları bilirik. 5, 15, 25, 35. Bunlar eləyir 80 metr. Deməli 80 metrlikdən düşən cisim axırıncı saniyədə 35 metr düşmüş olur. Ağırlıq qüvvəsini də gördüyü mgh-dır. Gördüyü iş M2'dir, J 10'dur, H da 35 eləyəcək 700 joule. Deməli, 4-cü sual cavab 700 joule. C variantı. 5-ci sual. 25 metrlikdən yüksəklikdən 20 metr bölü saniyə sürətlə şaqul yuxarı atılmışdır. Bura yer səthi olsun. Bura yer səthindən 25 metr yüksəklik olsun. Və buradan başlanğıc sürətlə 20 ilə yuxarı atılır. Və 0,20'dir. Gəl əvvəlcə baxaq görək. Cisim neçə metr hündürlüyə qalxar? H bərabərdir V0 kvadratı bölünsün 2J'dən tapırıq ki 20'nin kvadratı bölünsün 20. Eləcək 20 metr. Demək cisim 20 metr yüksəkliyə qalxacaqdır. 25 metrdən artılmışdı və 20 metrdə yüksəkliyə qalxmışdı. Deməli cisim hal-hazırda yer səthindən 45 metr hündürlükdədir. Və 45 metr hündürlükdən sərbəst düşəcəkdir. Sərbəst düşəndə də V bərabərdir. Kök altda 2JH yaza bilərik. Buradan da V bərabərdir. 2J 10'dur. H 25'dir. Bu da eləyəcək. V bərabər kök altda 2JH 45 metrdən, bəli. 45 metr üzrü sayın. 45 metrdən sərbəst düşür. 900'dən də kök çıxacaq 30. Deməli, cismin yerə dayanandakı sürəti olacaq 30, yəni A variantı. 6-cı sual. Maye sütunun hündürlüyünü 50% azaltsaq, mayenin qabın dibinə etdiyi hidrostatik təzyiq. Mayenin qabın dibinə göstərdiyi hidrostatik təzyiq ρh-dır. Hündürlüyü 50% azalmaq 2 dəfə azalmaqdır. Hündürlüyü 2 dəfə azalırsa, təzyiq də 2 dəfə azalacaq. Düzgün cavab B variantı. Yer dəyişmə tənliyi verilmişdir. Cismin impuls tənliyini tap. Əvvəlcə sürət tənliyini tapırıq. Bildik ki, yer dəyişmənin zamana görə törəməsi sürət verir. V bərabərdir 2 çıxaq 2t olacaqdır. İmpuls da P bərabərdir mv olduğuna görə sürət tənliyini 2'yə vuranda bizə impuls verəcəkdir. P bərabərdir 2 vur 2 çıxaq 2 vur 2t. Yəni eləyəcək 4 çıxaq 4t. Düzgün cavab A variantı. Sabit həcmdə verilmiş küçəyə ideal qazın temperaturunu
2 dəfə artırdıqda, yəni T2 bərabərdir 2T1. Təzyiq 30 kilopascal artdı. P2 bərabərdir P1 üstəgələk 30. Qazın başlanğıc təzyiqini hesablayın. Əslində bu şifayı da tapmaq olar ki, bu tip sualları yəqin ki vərdiş eləmişik. 30 artdı. Neçənin üstünə 30 gələndə 2 dəfə artdı. Bu şifayı burada görünür. Amma izoxor proses üçün P1 bölünsün P2 bərabərdir T1 bölünsün T2 tənliyini də nəzərə alsaq, P1 bölünsün P1 üstəgələk 30 bərabərdir T1 bölünsün 2T1. T'lər ixtisar getdi. Tənasüb kimi yazsaq 2P1 bərabərdir P1 üstəgələk 30. Buradan da P1 tapırıq ki, başlanğıc qiymət 30 kilopascal 8-in. Sual düzgün cavab B variantı. Harmonik əks hərəkətdə yaylı rəqqasın koordinat tənliyi verilmişdir. Sürət tənliyini tap. Biz bilirik ki, koordinatın həm zamana görə törəməsi sürət verir. Elə törəməsindən gedə bilərik. Bəs eləyir orada. V bərabərdir. V maksimum bizim düsturumuz. V maksimum. Kosinusun törəməsi mənfi sinus olacaqdır. V bərabərdir. Mənfi V maksimum sinus omega T. V bərabərdir. Mənfi V maksimum omega X'dir. Olacaq 0,6 sinus 3T. Yəni düzgün cavab B variantı. Sıxlığı mayenin sıxlığından 2 dəfə az olan cisim. Deməli, mayenin sıxlığı cismin sıxlığından 2 dəfə çoxdur. Sərbəst buraxılır və cisim mayenin səthinə 1 saniyə qalxır. Əvvəl cisim mayenin az olan üçün mayenin dibindən sərbəst buraxılırsa, burada Arximed qüvvəsi çoxdur. Arximed qüvvəsi çıxaq mg bərabərdir təcillə qalxır m-aya. Arximed qüvvəsində yəqin ki, hər birimiz bilirik mg Romaye bölü rho cisim yaza bilərik. Çıxaq mg bərabərdir m-aya. Buradan mg'nin mötərizə xaricində çıxarsaq olacaqdır. Romaye bölək rho cisim çıxaq 1 bərabərdir m-a. M-ləri ixtisar aparıb. Buradan tapsaq a bərabər eləyəcək ki, j 10'dur. Mayenin əvəzinə 2 rho cisim yazsaq çıxaq 1. A bərabər tapacaq biz yəqin ki 10. Bəran 10 tapacaq. Rholar ixtisar gedəcək 10 tapacaq. Bizdən də deyək ki, cisim 1 saniyə çıxır. Bu maye sütunun hündürlüyünü hesablayın. Maye sütunun hündürlüyünü də hesaplamaq h bərabərdir. Təcillə qalxır deyin. At kvadratı bölü 2. A 10'dur. 1 saniyə qalxır bölünsün 2. Bərabər eləyəcək 5 metr. Deməli, maye sütunun hündürlüyü və yaxud da dərinliyi olacaqdır. C variantı 5 metr. Kütləsi 10 kiloqram cisim düz xətli hərəkət edərək üfüqi yolda 5 metr yol gedir. Cismin potensial enerjisinin dəyişməsi. Biz bilirik ki, potensial enerji mgh-dır. Potensial enerjinin dəyişməsi üçün hündürlük dəyişməlidir. Bizim məsələdə üfüqi yolda hərəkət etdiyinə görə, hündürlük dəyişmədiyinə görə potensial enerji dəyişməyəcək. Düzgün cavab D variantı 0. 12-ci sual. Verilmiş kütləli ideal qaz üçün izoxor proses. A variantı izobar prosesdir, təzyiq sabitdir. B variantı deyilən belə bir proses yoxdur. C variantı izotermik prosesdir. D variantı izoxor prosesdir. Düzgün cavab D variantıdır. Y variantı deyilən də bir proses yoxdur. 4 metr dərinlikdəki qurudan 6 kiloqram su ilə dolu qabı 2 saniyə ərzində bərabər sürətlə qaldıran mexanizmin gücünü tapın. Biz bilirik ki, güc n bərabərdir A bölünsün T'dir. A-nın əvəzinə mgh bölünsün T yaza bilərik. Gücü tapın n bərabərdir. Deməli 6 kiloqram sudur. J 10'dur. 4 metr dərinlikdən 2 saniyə qaldırır. 2 eləcək 120 watt. Düzgün cavab A variantı. 14-cü sual. Watt bölək Newton vuraq saniyə ifadəsi hansı fizik kəmiyyətin vahidinə uyğundur? Biz wattın və yaxud da gücün deyək də belə deyək. N bərabərdir. Fv deyilən bir düsturunu tanıyırıq. Deməli, wattın əvəzinə Newton vuraq. Sürət də metr bölünsün saniyədir. Wattın əvəzinə Newton vuraq. Birbaşa üstündə yazıram. Metr bölünsün saniyə yaza bilərəm. Olacaq saniyə kvadratları. Newtonlar ixtisar gedir. Qalır metr bölü saniyə kvadratı. O da təcil vahidi. Düzgün cavab C variantı. 15-ci sualda hansı fərqsiz tarazlıqdır? A bəndi dayanıqlıdır, Y bəndi dayanıqlıdır. B və D variantları dayanıqsızdır, C variantı isə fərqsiz tarazlıqdır.
Verilənlərdən hansı izaxor prosesdə? İzaxor proses deyirsə, mütləq orada sıxlıq dəyişməz. Mütləq sıxlıq dəyişmir. Deməli, düzgün cavab sıxlıq artar olmayacaq, sıxlıq azalır olmayacaq. Soyma varsa orada təzyiq azalmalıdır. Burada təzyiq artır verir. Düzgün cavab olur D variantı. 17-ci sualda sabit sürətlə disk mərkəzindən keçən vaxt ətrafında fırlanır. A nöqtəsində sürət dəyişməz. Əgər bizdən sürətin istiqamətini soruşsalar, düzgün cavab sağ olacaq, yəni A variantı. Amma sürət dəyişməsi təcil istiqamətdə çevrənin mərkəzinə doğru yönəlir. Düzgün cavab G variantı. Sonra 18-ci sual. Kütləsi 10 kiloqram olan cisim meyl bucağı 30 dərəcə olan mail müstəvidə hansı təcillə sürüşər? Mail müstəvidə cismin hərəkət təcili sürtünmə nəzərə alınmırsa A bərabərdir J sinus alfadır. J sinus alfa J 10'dur, sinus alfada 2'də 1 eləyəcək 5. Yəni düzgün cavab B variantı. Yer səthindən şaqıl yuxarı atılan cismin uçuş müddəti 6 saniyədir. Cismin uçuş müddəti 6 saniyədirsə, deməli cismin qalxma müddəti 3 saniyədir. Əvvəlcə 3 saniyə ərzində cismin hansı hündürlüyə qalxdığını tapsaq, h bərabərdir gt kvadratı bölü 2-də 10 vuraq 3-ün kvadratı bölü 2 eləyir 45 metr. Cisim 45 metr yüksəkliyə qalxacaqdır. 3 saniyə. Bizə isə 5 saniyədə soruşur. Deməli 3 saniyə qalxıb cisim 2 saniyədə düşməlidir. Çünki 5 saniyə soruşacaq. 2 saniyədə sərbəst düşdüyünə görə 1-ci saniyədə 5 metr, 2-ci saniyədə 15 metr. Ümumilikdə cismin getdiyi yol eləyəcək 65 metr. Düzgün cavab C variantı. 20-ci sual. Radiusu 20 cm çevrəcə bərabər sürətlə hərəkət zaman mərkəzə qaçma qüvvəsini gördük. Çevrəcə hərəkətdə mərkəzə qaçma qüvvəsi adından görünür. Çevrənin mərkəzinə gedir. Sürət toxunan istiqamətində getdiyinə görə iş görülmür. Düzgün cavab D variantı 20-ci sualda. 21-ci sual. Kütləsi 5 kg cisim 10 sürətlə hərəkət edərək yerlə mütləq elastiki, mütləq qeyri-elastiki toqquşur. Qeyri-elastiki toqquşmaq, yəni toqquşub cismin yerlə birləşməsi demək. Cismin impuls dəyişməsini tapın. İmpuls dəyişməsi P bərabərdir M V'dir. M 5'dir ve 10'dur eləyəcək 50. Düzgün cavab B variantı. 22-ci sual. Şaqıl yuxarı atılmış cisim 4 saniyədən sonra yerə düşür. Cismin orta sürətini tap. 4 saniyədən sonra yerə düşürsə, əvvəlcə bunun getdiyi yolu tapsaq yaxşı olar. H bərabər gt kvadratı bölü 2. 4 saniyədən sonra yerə düşürsə, deməli qalxma müddəti 2 saniyədir. O zaman bunu hesablasaq 10 vuraq 2'nin kvadratı bölü 2. Deməli 20 metr qalxıb. Yola görə orta sürət soruşursa, deməli getdiyi yol 40 metr olacaq. Çünki 20 metr qalxıb 20 metr düşüb. Orta sürətdə tapanda ümumi gedilən yolu, yəni 40'ı böləcək zamana. Ümumi 4'ə böləcək. Çünki 4 saniyədən sonra yerə düşüb. Daha olacaq 10 metr bölünsün saniyə. Düzgün cavab Y variantı. 23. Açar sözlərindən istifadə edərək cümləni tamamlayın. Sabit təzyiqdə verilmiş kütləli ideal qazın təzyiqi sabit qalır. Dəyişmir yəni. Prosesdə verilmiş kütləli ideal qazın təzyiqi həcmi ilə mütləq tərs mütənasib asılı olmalıdır. Bura 1 olur və izotermik prosesdə olacaqdır 3. Deməli 3, 2, 1. Sonra verilmiş kütləli ideal qaz üçün sabit həcmdə gedən proses izoxor proses adlanır 4'dür. İzoxor prosesdə verilmiş kütləli ideal qazın təzyiqi temperaturla düz mütənasibdir 5. 2, 3, 1, 4, 5. Ağırlıq qüvvəsi 16 Newton olan lingin tarazidə qalması üçün F qüvvəsinin qiymətini hesablayın. Tarazlıq şəraitində baxsaq, ağırlıq qüvvəsi 16 Newton olan lingin ağırlıq qüvvəsi onun ağırlıq mərkəzinə düşür 16 Newtondur. Yazırıq 16 Newton vurulsun, dayağa görə lingin qolu 3'dür. Bərabərdir. Bloka baxsaq, tərpənən və tərpənməz blokdan ibarət sistemi var. O zaman blokun ipinin lingə toxunan hissəsi olacaq 2F. Yazacaq 2F vuraq və bunun da qolu dayağa görə 4 bölgüdür. O zaman olacaq 48 bərabərdir F vuraq 8. F də bərabər olacaq 6 Newton. 25-ci sual. Saatın dəqiqə əqrəbinin fırlanma periodu saniyə əqrəbinin fırlanma periodundan neçə dəqiqə? Burada diqqətli olmaq lazımdır. Dəqiqə əqrəbinin fırlanma periodu 60 dəqiqədir.
Saniye əqrəbinin fırlanma periodu 1 dəqiqədir. Deməli, periodundan neçə dəqiqə çoxdur? 59 dəqiqə çoxdur. 26-cı sual. Verilənlərdən hansılar verilmiş qaz üçün izotermik prosesə uyğundur? 1 izobardır, 2 izotermikdir, 3 izotermikdir, 4 izoxordur, 5 də izotermikdir. Yox, 5 də üzrü sayın. PV ilə ümumiyyətlə düz mütənasib asılan belə bir qrafik yoxdur. Düzgün cavab 2 və 3. Sonra, rəqsi hərəkətdən için koordinat zaman qrafiki verilmişdir. Uyğunluğu müəyyən edin. A-dan B-yə gedəndə tarazıq vəziyyətinə doğru getdiyinə görə yeyinləşir. Yeyinləşirsə azalan təcildir. B-dən C-yə gedəndə tarazıq vəziyyətindən kənara gedir, yavaşıyır. Artan təcillə 2-yə B variantıdır. Potensial enerji artması üçün X artmalıdır, yer dəyişmə artmalıdır. B-dən C-yə, yəni C variantı getdi 2-yə. Təcil maksimum olmalıdır. A və C nöqtələrində belə bir şey yoxdur. Sürət maksimumdur. B və D nöqtəsində bizdə D nöqtəsi var. E bəndi də getdi bura. A, B, C, E. Şəkildə təsvir olunmuş eyni ölçülü kütlələri 1 kiloqram və 3 kiloqram olan yüklər dayaq vasitəsilə tərpənməz blokda tarazlıqdadır. Başlanğıc sonunda eyni səviyyədədir. Dayağı götürən zaman biz görürük ki, məsələdə bu 3 kiloqram, yəni 30 newtondur. Bu 1 kiloqram, yəni 10 newtondur ağırlıq qüvvəsi. Dayağı götürən zaman 30 newton aşağı gedəcək və 10 newton yuxarı qalxacaq. Bizə soruşur ki, götürən zaman birinci yük hansı istiqamətdə və hansı təcillə hərəkət eləyər? Birincisi yuxarı hərəkət eləyər və təcil də tapmaq üçün A bərabərdir 3 çıxaq 1, 3 üstə gələk 1, yəni M2 çıx M1, bölək M2 üstə gələk M1 vurulsun J. 20 böl 4, 5. Deməli, 5 təcillə hərəkət eləyər və yuxarı hərəkət eləyər. Yüklər hərəkətə başlayanda neçə saniyə sonra onlar arasındakı məsafə 5 metr olar? Arasındakı məsafə S bərabərdir AT kvadratı bölü 2-dir. Məsafənin 5 metr olması üçün bu yüklərin birinin 2,5 metr yol getməsi lazımdır. Anı da 5 tapmışdıq. Neçə saniyə sonra T-ni soruşur? T kvadratı bölü 2. Buradan da T bərabər eləyir 1 saniyə. Deməli, 1 saniyədən sonra onlar arasındakı məsafə olar 5 metr. A nöqtəsindəki ipin gərilmə qüvvəsi T bərabərdir 2 M1 M2 bölünsün M1 üstə gələk M2 vurulsun J. 2 vıraq 1 vıraq 3 bölək 1 üstə gələk 3 vurulsun 10. Deyilir 60 böl 4 15. Düzgün cavab 15. Bu qədər. İnanıram ki, sizin üçün bir xeyir olar.